İnsanlar şəhidlərə borcludur və bugün biz də şəhidlərimizə borcluyuq. Qarabağ şəhidlərinə borcluyuq. 20 yanvar şəhidlərinə borcluyuq. Qarabağda olan şəhidlər canlarından keçdilər və bugün biz asayişdə yaşayırıq. Hədisi tufanı Kərbəla olacaq qiblə-i Xəlil, minayı qurbanı Kərbəla. Budur elanı Kərbəla. Yenə əsdi qara ələmlər, qurulubdi məclisi qəmlər. Şəhid öz ambisiyasını, öz şəxsi maraqlarının hamısını qoyur kənara. Allah üçün addım atır və şəhidin qanı torpağı paklayır və pak torpaq, pak insanlar yetişdirir və pak insanların hamısı o şəhidə borcludur. Hüseyin, qara giy səslə ya Hüseyin. Hüseyin bütün peyğəmbərlərin müsibətlərinin və fəzilətlərinin varisidir. Peyğəmbərlərin başına gələn müsibətləri Hüseyin əleyhissalamda görə bilərsiniz. Hüseyin bir güzgüdür. Bütün peyğəmbərləri göstərir sizə. Həm fəzilətlərin göstərir, həm müsibətlərin göstərir. Alasan dərdi və dəva, Mutəbbo şahı vilaya gəl. Alasan dərdi və dəva, Mutəbbo şahı vilaya gəl. Hərəm-i Kərbəlaya gəl, Hərəm-i Kərbəlaya gəl. Hüseynin bacısı xanım Zeynəb əsir olmaqla əsirliyin özün əsir elədi. Əsirlik o güneycən Zeynəb kimi əsir görməmişdi. Hər gün, hər gün, hər gün aşuradır. Hər yer, hər yer, hər yer Kərbəladır. Hər gün, hər gün, hər yer aşuradır. Hər yer, hər yer, hər yer Kərbəladır. Su yanında düşən qola, bu şiələrdən səlam ola. Hüseyin tövbə eləyənə məhəbbəti var. Buraya yığışan qardaşlarım, bacılarım, analar, hamımıza üzümü tuturam. Namaz qılanlar, namaz qılmayanlar, dəyərlisiniz. Çünki gələ bilmişsiniz bugün bura. Sizi Allah gətirdi bura. Hüseyin əleyhissalamın sizdən bir isteği var ki, tövbə eləyək, günahlardan tövbə eləyək. Namaz qılmayan burada tövbə eləsin. Hicaba riayət eləməyən dəyərli anam, bacım, indi tövbə eləsin. İndi üzün tutsun Allaha. Yenə əsdi qara ələmlər, qurulubdi məclisi qəmlər.